Hoş gördük uşaqlar sizi. Müəllimə sizi də Çox sağ olun. gözəl nemətlərdən hazırlamısınız. Nələr hazırladıq? Deməli, bugün biz ətli bilincik, Aha. kəsmikli bilincik, haydari və badımcan əzməsi restoranlarda moddan düşməyən bilincik illərdir. Yəni kommunist dövründən bütün restoranlarda bilinciklər vardı masada. Və indi hal-hazırda restoranlarda ən çox sifariş olunan salatlar, məzələrdən haydari, badımcan əzməsi. Haydari nə qatdıq müəllimə? Haydari kərə yağıdır, süzmədir, qaymaqdır, sarımsaqdır və azca nanəsidir, şüyüdür. Yəni çox qəşəng, çox möhtəşəm olur. Haydari sayılmaz onda. Yox, mütləq kərə yağı əvvəl əriməlidir. Nanə əlavə edirik üstünə. Necə məsələn üçün mərci hazırlayırıq. Yəni o cür kərə yağı əridilir. Tam əriməmiş, yəni nanə əlavə olunur, başlayır azca qaynamağa. Yəni bıqqıldayır. Sonra ona biz 1 çay qaşığı siləmə un vururuq. Çünki süzmənin tərkibində, qaymağın tərkibində olan suyu yığsın. O da onlarla bərabər qovurulur. Sonra süzməsini, qaymağını əlavə edirik üstünə, sarımsağını əlavə edirik, qarışdırdıq. Şüyüd azca vururuq və üstünə dekor olaraq da şüyüd vururuq. Sadə, amma çox qəşəngdir, çox belə deyək də orqanikdir, sağlam. Onda hamıya tutmuş olsun. Hə. Badımcan əzməsində nə var tərkibində? Badımcan əzməsini uşaqlar gördüyü kimi sobaya qoyduq. Badımcan qəşəng bişdi, streçə bükdük. Gördünüzsə ən asan üsuludur, yəni evdə hazırlamağa. Streç olmasa pingvin kuloka da bükə bilərik tam. Badımcan bişdi, onu aş üzərində təmizlədik, suyu getsin, o şirəsi var. O gedəndən sonra xırda-xırda doğradıq, sarımsaq əlavə elədik. Süzmə azca əlavə elədik, qaymaq əlavə elədik, qəşəng yüngül, hafif dadı olsun. Biraz duz vurduq və bu qarışdırandan sonra üzərinə küncüt, qovrulmuş küncüt vururuq ki, servis olanda. Həm də küncüt də orqanizmə, insan orqanizmə çox xeyirlidir, faydaları var. Belə deyək də, küncütün yağıdır, küncütün özüdür, görməni gücləndirir. Yəni zehni, yəni o belə deyək, cavanlaşdırır və hətta balıq başı yeyir, gözü yaxşı. Ay sağ ol. Ona bərabərdir. Hə, hətta məsələn unutqanlığımız olur da, yaddaşdı. O küncüt o unutqanlığımızı bərpa edir. Nəysə yaddan. Yəni küncütün insan orqanizminə çox xeyri var. Necə ki qaraçöl yotu kimi mədəyə, bağırsağa çox xeyri olduğu eyni qayda ilə. Yəni bugünkü kəsmiklə ki bilirik ki, süd məhsulları bütün orqanizmə xeyirliyi var. Südə aid olan kəsmikdir. Kəsmikdə sadə eləməmişik. Kəsmiyin içinə bir xörək qaşığı peçok vurmuşuq, xırda doğranmış qeysi qurusu, ərik qurusu vurmuşuq, o da yumşalmışıq, qaynar suyla süzmüşük, vurmuşuq. Yəni çox qəşəng, möhtəşəm. Ətdəki, yəni kənd yerində kəsilmiş halallıqla dana ətindəndir. Əti qovuranda, əti çəkdik, qoyduq bir qabda. Yəni əvvəl suya yatırmışıq, qanlı suyu gedib ilıq suda. Sonra onu süzdük, çəkdik maşından, soğanı çəkirik, soğanın acı suyunu alırıq. Sonra vururuq ətə, yenidən yarım stəkan su vurduq, qoyuruq vamla bişməyə. Duzunu istiotunu sepdik, bişənə yaxın. Amma ətə yağ vurmuruq. Bilinçkin içinə gedən ətə, yəni o qovrulmuş ətə yağ vurulmur. Bəli. Hər kəsin nuş olsun inşallah. Sağ ol. Çox sağ ol, təşəkkür edirəm mən. Siz sağ olun. Xoşdur mənə. Sizə də nuş olsun. Sağ ol. Çox sağ ol.